Azərbaycanın milli qəhrəmanı, şəhid polkovnik Həmidov Şükür Nərmanoğlunun adını daşıyan Saray Kids Körpələri və Uşaq Bağçasında şəhidimizin baralyefinin açılış mərasimi keçirilib. Açılış mərasimində Abşeron və Qubadlı rayon icra hakimiyyətlərinin rəsmiləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, doğmaları, yaxınları və bağçanın kollektivi iştirak edib. Abşeron rayon icra hakimiyyəti başçısının müavini Gülnar Rəhimova Zəfər günü və bayraq günü münasibətilə hər kəsi təbrik edib və bağçanın işinə uğurlar arzulayıb. Çıxışlarda keçirilən tədbirin əhəmiyyətindən danışıb. Baralyefin açılış mərasimi həyata keçirilib. Bağçanın daxilində təşkil olunan tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Bağçanın müdiri Aynur Əlizadə gələn qonaqları salamlayıb. Şükür Həmidovun keçdiyi döyüş yolundan bəhs edən video çarxa baxılıb. Qubadlı rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, Vətən müharibəsi qəhrəmanı Nizami Mövlanov və digər çıxış edənlər bildirdilər ki, Saray Kids bağçasında təhsil alan körpələr vətənpərvər ruhda yetişəcəklər. Şükür Həmidovun oğlu Nurlan Həmidov, şəhidimizin qardaşı Əsəd Həmidov diqqətə çatdırıblar ki, milli qəhrəmanımızın adının bağçaya verilməsi bir daha onu sübut edir ki, şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq. Qeyd edək ki, Saray Kids Körpələri və Uşaq Bağçası Abşeron rayon Saray qəsəbəsi, Həsən bəy Zərdabi küçəsi 12 ünvanında yerləşir. Bağçanın məqsədi Azərbaycanda gələcək nəsillərin daha savadlı və məntiqli olması üçün çalışmaqdır. Burada uşaqlara 5 dəfə qida verilir. Bağçada 4 qrup fəaliyyət göstərir. Uşaqlara məktəbə qədər hazırlıq, riyazi anlayışlar, ətraf aləmlə tanışlıq, Azərbaycan, rus və ingilis dillərində məntiq, nitq inkişafı, didaktik oyunlar, psixoloq və loqoped məşğələləri, rəsm, rəqs, şahmat, musiqi dərsləri keçirilir. Bundan əlavə internet vasitəsilə uşaqları onlayn qaydada izləmək də mümkündür. Əsas məqsədimiz buradakı uşaqların sabah üçün Azərbaycanın milli qəhrəmanı Şükür Həmidov şəklində, timsalında böyüməsində hər hansısa bir kiçicik də olsa rol oynamaqdır. Əlaqə nömrəsi 055 və 077 297 16 77. Şəmstan Fikrətli Elbrus İsmailov. Bugün informasiya proqramı üçün.